Qoç bürcünün bir tarixi var. Çox adam bunu bilməz, anlamaz. Qoç bürcü sevginin təməlidir, dostluğun rəmzidir. Bir qoçun həyatında olmaq zadəgan bir hissdir. Çünki qoç bürcündə olan insanlar, aktual insanlar, mən qorxuram onların sevgisindən. Burada olan hər kəs eşitsin. Bir qoçu sevmək, bir ömür tarixi yaşamaqdır. Bir addımı atmaqdır. Qoçun ürəyini ki qırsan, bitdi. Sənə yaxın durmaz, eqolu insandır. Amma bir qoç bürcündə olan məhəbbəti dadmaq dünyada ən böyük nemətdir. Qoçun elə bir həyatı var ki, sən onun ürəyində yer tutdunsa bir ömür səni buraxmaz. Sənin göz yaşlarından tez sənin yanında olar. Tarixi yazan insandır, tarixə yazılan insandır. Qoç unsurları haqqında bizə nə deyə bilərəm? Bəzən bir qoç bürcündə olan insanlara addım atırsansa, onların gözlərində kədər görürsən. Amma qoçun həyatına girib qoçu xoşbəxt edirsənsə, bir ömür sən də xoşbəxt olursan. Unutma, bir qoçun sevgisi bütün bəşəri cəmiyyətdə olan, gözəl olan nə varsa, bəlkə də onların sevgisindən də üstündür. Bunu heç vaxt unutma.